Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Artıq bu bayram ənənəvi bir hal alıb. Bununla yanaşı 8 Mart qadınlara sevginin, hörmətin, məhəbbətin və sədaqətin tərənnümü kimi qeyd edilir. Biz də 8 Mart Beynəlxalq Qadınlar Bayramı günü münasibəti ilə Pasaj bazarında yerləşən hər işdə birinci qadınlar yarmarkasına üz tutmuşuq. Gəlin görək qadın sahibkarlarımız öz məharətlərindən necə istifadə ediblər. Hər vaxtınız xeyir olsun. Qarşıdan gələn 8 Mart bayramı münasibətilə sizi təbrik edirik. Pasaj bazarında bir çox bildiyimiz kimi qadın sahibkarlar öz əl işlərini satışa çıxarıblar. Bəs bugün siz bu yarmarkada hansı, necə deyərlər, məharətinizdən istifadə etmişsiniz? Mən rəssamlıqla məşğulam, rəsm əsərlərini gətirmişəm. İkinci gündür buradayam. Yaxşı gedir. Satış edə bilmişsiniz? Dünən etmişəm, bugün hələ ki yox. Daha çox hansı qiymət aralığında olan rəsm əsərlərinə üstünlük verir alıcılar? 50-100 arası, 50-100 manat arası. Baxın, siz bu cür rəsmləri neçə günə başa gətirirsiniz? O, əhval-ruhiyyədən asılıdır. Əgər həmin əhval-ruhiyyə varsa, bir gecəyə də bitirmək olar. Ya da əhval-ruhiyyə yoxdursa, bir neçə gün davam edə bilər. Yəni, insan özündən asılıdır. Bəs bu kimi yarmarkaların keçirilməsinə qarşı münasibətiniz necədir? Çox yaxşıdır. Özünü göstərmək üçün, insanlara tanıtmaq üçün, biznesini böyütmək üçün yaxşı bir ideyadır. Buyurun. Mən Qurbanova Türkan, burada kiçik sahibkar olaraq fəaliyyət göstərirəm və biz öz mallarımızı burada təqdim edirik, satırıq, biznesimizi daha da inkişaf elətdirməyə çalışırıq. Bugün yarmarkada nələri satışa çıxarmısınız? Ümumiyyətlə ki, mağazamızda olan məhsullardan çeşid-çeşid çalışmışıq ki, burada gətirək, hamısını gətirə bilməsək də tanıtdıraq. Həm biznesimiz mağazamızda əlbət tanınmayan müştərilərimizə də tanıtdırırıq, həm də ki, müəyyən gəlir qazanc əldə edirik. Ona görə çox sağ olsunlar. Yarmarkada neçə gündür iştirak edirsiniz? Artıq bugün bizim ikinci günümüzdür. Yarmarka bizə 6 və 7 Mart üçün təşkil olunmuşdu. 2 gündür ki, buradayıq. Satış edə bilirsiniz? Əlbəttə ki, satış etmişik. Ümumiyyətlə ki, məncə burada olan hər kəs satış edə bilir. Qiymət aralıqları neçə dəyişir? Qiymət aralıqları yəni ki 3 manatdan tutmuş 100 manata ki aralığında dəyişir. Yəni ki müəyyən elə məhsullar qoymuşuq ki, hamı ala bilsin yəni. Zəhmət olmasa özünüzü təqdim edə bilərsiniz? Asuntadı gözəl olan. Markamızın adı Le Miracle Asuntadı. Asuntanın möcüzəsi deməkdir. Hansı ticarət işi ilə məşğul olursunuz? Burada sabunlardır məncə, səhv etmirəmsə. Sabunlardır. Bunlar təbii, tərkibli, bitki yağlı sabunlardır. Hansı qiymət aralığında dəyişir? Qiymət aralığı 15 manat, 14 manat, 16 manat və yaxud da bu şəkildə bokslar şəklində də təqdim edirik ki, qadınlarımız ən gözəlini, ən təbiisini istifadə eləsinlər və sabunlarımızın tərkibində qəti şəkildə heç bir kimyəvi maddə, heç bir qatqı yoxdur. Və çünki biz esans istifadə eləmirik. Sabunlardan hansı qoxu gəlirsə, hansı iyi gəlirsə, onu da qadınlara təqdim etməyə çalışırıq ki, təbiini istifadə eləsinlər. Burada stenddə maraqlı belə fiqurlu əşyalar görürük, bəli. İstərdik bizə biraz bu barədə məlumat verəsiniz. Ceva firmasıdır. Ceva firması iki cür fəaliyyət göstərir. Bir Ceva Home'dur, bir də Ceva Tekstil, yəni paltar məhsullarıdır. Yəni daha çox paltar sifariş, biz həm sifariş qəbul edirik, həm də özümüzdən ideyalarımızdan paltar. Bu qabları nədən hazırlayırsınız? Bunlar keramikadır, gildən hazırlanır, şirələnir və belə hazırlanır. Yəni bunların ömrü nə qədərdir? Uzun müddətli istifadə olunur? Müddətli istifadə olunur, bəli. Yəni isteyə uyğun, formaya uyğun hazırlaya bilirik. Bir neçə gündə artıq yarmarkada fəaliyyət göstərirsiniz. Satış edə bilmişsiniz? Satış daha çox maraqlananlar, sifariş verənlər çoxdur.
Şəbnəm xanım, elə sizin stent mənim çox diqqətimi cəlb etdi. Burada belə maraqlı bizim qədimi atributlarımızı bəli özündə əks etdirən, bəli naxışları özündə əks etdirən bu cür çantalar, geyimlər var. İstərdim biraz bu barədə bizə danışasınız. Bunları necə ərsəyə gətirirsiniz, necə tikilir? Türkiyədə hazırlanır parçalar, burada isə tikilişi burada olur. Təxminən bu cür çantaların qiyməti neçədir? Böyük ölçü 55 manat, orta ölçü 45 manat. Bir də belə saç rezinləri də var. Bizim parçaların əks etdirir. Baxın, toxumun çox yumşaq və qəşəngdir. Bunlar 5 manatdır. Bu da az qalıb, satıldı hamısı demək olar ki. Belə yeni kolleksiyadan tişört modelimiz var. Bəli. Hətta mən bunu internetdə də görmüşəm bu. Bəli, məşhur olub bu Bilmək geyim. olmur, onu gələk bağlı formada daha gözəl görsənir. Neçədir bu geyim? Bu 155 manat. Bir də belə bir kəmər. Bu da yeni kolleksiyadandır. Hansısa bir qara paltarının üstünə bir dənə bu kəmərlə çox gözəl bir rəng qata bilərsiniz. Umuyasız. Təşəkkür edirəm. Qarşıdan gələn 8 mart bayramımızda təbrik eləyirik. Sağ olun, mən də sizi təbrik edirəm. Özünüz zəhmət olmasa təqdim edərdiniz. Xalqova Zümrüd. Stendinizin rəngarəngliyi məni çox cəlb etdi və çox xoşuma gəldi. Bunları özünüz hazırlayırsınız, ya necə? Bəli, bunları özüm hazırlayıram. Eyni zamanda bacım və qızlarım da mənə kömək edir. Bu bizdə ailə biznesidir. Yarmarkada bu cür rəngli kuklalara olan maraq necədir? Çox gözəldir. Ən çox maraq xırda oyuncaqlaradır. Gördüyünüz bu stendəki kiçik oyuncaqlara və eyni zamanda böyük oyuncaqlara da maraq var. Qarşıdan da 8 mart gəldiyi üçün hamı hədiyyə axtarışındadır. Burada da qeyri-adi fərqli hədiyyələr var. Bax, bu cür kiçik hədiyyələrin qiyməti neçədir? 4 manat. 4 manatdır. O əslində ilham pərisindən də qaynaqlanır. Çünki elə kuklalar başlayırsan, işi bitmir. Elə kukla var ki, yarım saat, 1 saat ərzində bitirə bilərsən. Rəhmə xanım, burada mən bayaqdan gəzirəm yarmarkada. Hər cür stentə rast gəlmişdim, amma bu cür belə qalın taxtalardan olan stendi ilk dəfədir ki görürəm. Özüm də bir neçə yarmarkalarda iştirak eləmişəm. Zəhmət olmasa stendiniz barədə məlumat verərdiniz bizə. Bəli, biz bugün Konfi Azərbaycan olaraq buradayıq və 2 ilə yaxında təxminən artıq fəaliyyət göstəririk. Məqsədimiz isə qadınların daha ekoloji məhsullarla işləməsi və uşaqlar üçün olan bölməmizdə uşaqların daha rahat yatması və valideynlərin uşaqlar otağında tək olanda yataqla bağlı heç bir belə deyim də tərəddüdünün olmaması, qorxusunun olmamasıdır. Çox gözəl. Bu cür kəsim taxtalarının biri təqribi olaraq neçədir? Qiymətlər əslində materialdan asılı olaraq dəyişir. Maksimum keyfiyyətli materiallarla işləməyə çalışırıq və sıfırdan son addıma qədər bütün istehsal mərhələlərini özümüz yerinə yetirdiyimizə görə uyğun təmin edirik. Çalışırıq hər büdcəyə uyğun olaq təbii ki. Təxminən 25 manatdan 55-70 manata qədər qiymətlərimiz dəyişir. Bəs yarmarkada necə bu cür kəsim taxtalarına və sunum taxtalarına maraq necədir? Maraq həddindən artıq çoxdur. Yəni keçən yarmarkalara və indiki yarmarkaya baxaraq, yəni nəzərən statistik olaraq deyə bilərəm ki, qadınların güzgülərə və kəsim taxtalarına maraqları daha çoxdur. Burada görürəm ki, maraqlı belə quru çay növləri var. Ümumiyyətlə bizə zəhmət olmasa bunlar barədə məlumat verərsiniz. Bunları necə toplayırsınız? Satışla necə məşğul olursunuz? Çaylarımız aromatizator, dadlandırıcı olmadan hazırlanır. Hər biri 100% təbiidir. Onların hazırlanmasında biz 90% yerli məhsullardan istifadə edirik. Sadəcə 10%lik pay var, o da ki, ekzotik meyvələrin payıdır. Hər bir çay bir emosiyaya xidmət eləyir. Bizim çaylarımız içində rahatlıq var, yorğunluq çayı var, sevgi çayı var. Burada qoxu nümunələrimiz var. İnsanlar onların qoxularına baxıb sonra istədiyi çayı əldə edə bilirlər. Ay, ama sen de şöyle izleyeceğim. Tak. Tamam. Ayşən xanım, burada maraqlı stendlərdən biri də məncə sizdədir. Çünki burada qadınların ən çox istifadə etdiyi bəzək əşyası var sizdə. Bunları necə hazırlayırsınız, necə ərsəyə gəlir? Biraz məlumat verərdiniz bizə zəhmət olmasa. Abadoklar məndə 2-3 model abadoklar var. Üzü işləməli və sadə abadoklar. İşləməli abadokların iş prosesi biraz daha uzun çəkir. Yəqin ki, indi belə görərsiniz, belə göstərim. Yəni bunun üzərində iş daha çoxdur. Birini bir günə, gün yarıma belə eləyirəm. Baxır vaxtın asılıdır. İşləməsinə görə dəyişir onlar. Satış edə bilirsiniz, xanımlar marağı necədir? Bəli, marağı daha çox artıb. Belə deyim, pandemiya vaxtından daha çox artıb.
Ondan qabaq belə də çox istifadə eləmirlərmi deyim, yoxsa necəm deyim? Qiymətlər neçədir? Qiymətlər sadə abadoklar 30 manatdır məndə. İşləməli olan abadoklar isə 40-45, 50-55 manata işləməsinə görə dəyişir. Amma yarmarka ilə və 8 mart Qadınlar Bayramı ilə əlaqədar olaraq biz möhtəşəm endirimlər eləmişik. Az qala ki 50%-a kimi endirimlərimiz var. Ay, çox sağ olun. Minnətdaram. Çox sağ olun. Bəli, əziz tamaşaçılar, biz bugün sizlərə qadın sahibkarlarımıza dəstək məqsədi ilə təşkil olunmuş yarmarka ilə tanış etdik. Siz də gördüyünüz kimi bizim qadınlarımızın əl əməyi, göz nuru olan əşyalarını satışa çıxararaq öz əzmkarlıqlarını və öz güclərini bu cür nümayiş etdirirlər. Səkiz Mart bayramı münasibətilə nə demək istəyirsiniz ölkə qadınlarına? Nə deyim valla, bütün ölkəli qadınlara can sağlığı, Allah mübarək eləsin, vəssalam, onu deyə bilərəm. Bəs siz sabah kiməsə hədiyyə alacaqsınız? Ya almıram ki, indi yoldaşım yoxdur, alaram qızlarım var, qızlarımı alaram əldə. Sizcə qadınları sevindirmək üçün nə etməliyik? Tabii Ruslarda güldür, gül versem. Bizimki pul. Babamın parası yok, beni evlendirmek. Bizim qeyratı milləti. Almışam ne diyor? Nə almısınız? Qızıl. Qızıl almısınız. Kadınlar dünyanın en kıymetli məxluqlarıdır. Kadınlar olmasa dünya ola bilməz. Ona görə mən də qadınların hamısını təbrik edirəm, can sağlayırım. Siz də içində. Təşəkkür edirəm. Sabah öz yoldaşınızı necə sevindirəcəksiniz? Yoldaşım da gül vaxtı deyil, gül istəmir. Bunu paltar alırım da ona. Paltar alacaqsınız. Bəs cavanlıqda nə almısınız yoldaşınıza? Cavanlıqda gül. Yəni gül vaxtı deyil. Siz bəyin aldığı hədiyyədən razı qalmısınız? Çox razıyam, hə. Sizcə qadınları sevindirmək üçün bəylər nə etməlidir? Nə bilim, hörmət eləməlidirlər qadınlara, diqqət eləməlidirlər. Bütün Azərbaycan qadınların hamısını bayramı təbrik edirəm. Bax, xanımlarımızı sevindirmək üçün bəylər nə etməlidir? Sabah kimlərdən hədiyyə gözləyirsiniz? Mən heç kimdən gözləmirəm. Amma bütün bəylər əlbət ki, heç olmasa bu bayram günü qadınlarına nəsə bir hədiyyə almalıdırlar mütləq. 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bugün münasibətilə xanımlarımıza nə arzuluyorsunuz? Sizi full komandası olaraq 8 Mart bayramı münasibəti ilə təbrik edirik. Bax, xanımlarımızı sevindirmək üçün nə etməliyik? Gül verməliyik. Ay, Bu da çox sizin sağ olun, gülünüz. minnətdaram, Dəyməz. təşəkkür edirəm. Gülünüzü niyə gizlədirsiniz? Heç nə elə belə. Kim almısınız gülü? Heç kimə, elə belə balaca uşaq görsəm ona verəcəm. Sizcə qadınlarımıza öz sevginizi bildirmək üçün nələr etməlisiniz? Yəni sadəcə qayğı, sevgi və bəs edər. Sabah kimə hədiyyə alacaqsınız? Anam, bacım, çox. Bəs bugün münasibətilə xanımlarımıza nə demək istərdiniz? Valla hər zaman təravətli, gözəl qalsınlar. Bizim xanımlarımıza can sağlığı ilk növbədə. Gözəlliklərini itirməsinlər. Azərbaycan qadınları gözəldir. Həqiqətən də bizim millətimiz çox gözəldir. Arzu eləyərdim ki, həmişə öz mərdliklərini saxlasınlar. Bacarıqlı xanımlardır bizim xanımlar. Bütün qadınlara ancaq xoşbəxtlik arzulayardım. Açıq səma, can sağlığı, xoşbəxtlik. Biz kimi sabah ölkəmizdə 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bəli. Sabah münasibətilə 8 Mart münasibətilə öz xanımıza nə almısınız? Heç nə özüm. Çox yaxşı hədiyyə aldı. İndi biz gedirik onun tamaşaça, o Teatrım, mən teatrıma gedirik baxmağa. Teatr, bu da müəllifidir. Mənim tamaşa qoyublar. Hə, bu da premyera indi o. Sizin üçün bu ən gözəl hədiyyədir. Конечно, bu Özü lap Qadınlar gözəl, Bayramı lap deyil gözəl. bizdə. 2 dəfə Şamaxı krallığında, xanlığında. Bir dəqiqə deyəm. Buyurun gəlin. Deməli, yadınızda saxlayın. Qadınlar bayramı bizdə yoxdur. Bizdə analar və qızlar bayramıdır. Qadınlar bayramı o Avropadadır.